Bugün biz hardayıq? Bugün gəlmişik Motorride Akademiyaya. Gördüyünüz kimi arxada təlim keçir. Biz də təlim prosesinə maraqlanacaq. Həm də ki, çox sağ olsun Çingiz müəllim həmişə yanına gəlirik. Bir sözlə onun ocağına isinirik. Bugün də Çingiz müəllimin yanındayıq və orada hal-hazırda təlim prosesi gəlir. Yəqin ki, siz videoda təlim prosesindən qısa video görəcəksiniz. Həmin ərazi ilə tanış olacaqsınız. Həm də ki, əgər suallarınız varsa aşağıya qeyd eləyin. Biz təlim prosesi ilə bağlı ümumiyyətlə Çingiz müəllimin əlaqələrini də aşağıya yerləşdirəcəm. Gəlin, gedək arxada təlimə baxıb görək, nə proseslər baş verir. Mənə də maraqlıdır ki, Azərbaycandakı ümumiyyətlə təlim mərkəzləri necədir? Hal-hazırda gördüyümüz yer 32 hektarlıq böyük bir ərazidir və bu dəqiqə təlim prosesi davam eləyir. Həqiqətən də çox maraqlıdır. Mənə də maraqlı idi ki, Azərbaycandakı təlim mərkəzləri necədir ümumiyyətlə? Gördüyüm qədərilə çox möhtəşəm bir sözlə təlim gedir. Orada arxa tərəfdə gördüyünüz yerdə bir sözlə daxili yollarda sürüş qaydalarını öyrətmək üçün çox geniş trayektoriya var, yəni ərazi var. Oranı da gəzib, orada da həm kəskin manevrları, dönüşləri eləməyi öyrənirlər. Həm də ki, bir sözlə, burada demək olar ki, hər mühiti, hər yol tutuşunu, meşəlik səfərlərini və s. hər şeyi görə bilirsiniz. Bu da həqiqətən də çox geniş bir təlim bazasını yaradır. Baxdığımız qədərilə çox möhtəşəm idi. Mən ümumiyyətlə Azərbaycandakı təlim mərkəzlərini gəzmədiyimə görə heç fikrim yox idi ki, necədirlər, bir sözlə oradakı təlimçilər necədir və s. Baxıram ki, həqiqətən də xaricdən heç də geri qalmırıq və hətta bəzi hallarda xaricdən daha üstünlük desəm yeri var. Çünki ən azından xarici təlimçilərdə olmayan bir şey Azərbaycan cəmiyyətində var. Çünki biz mental olaraq çox humanist insanlarıq və bir şeyi 40 dəfə deyirik, öyrətməyə çalışırıq. Çünki xaricdə təlim prosesi var. Təlimi dedi, budur, qatıq ağdır, qaradır, bitdi oynan. Amma bizdə istər-istəməz humanizm və s. və ilə axır olduğuna görə bura həqiqətən də möhtəşəm yerdir. Təlim mərkəzində gəzdik. Həqiqətən də çox möhtəşəm idi. Dediyim kimi əlaqə məlumatlarını da aşağı yerləşdirəcəm. Sizin də əgər marağınız varsa, yaxınlaşa bilərsiniz, fikirlərinizi bölüşə bilərsiniz, suallarınızı verə bilərsiniz ki, ən vacib məsələ motosikl öyrənmək istəyirsinizsə, ən vacib məsələ suallarınız olmalıdır. Hər zaman ümumiyyətlə nə öyrənirsə öyrənən fərqi yoxdur. Sual verməyi bacarmaq lazımdır və ikinci məsələ də ki, təlimdə çəkinməyin, qorxmayın. Hər zaman nəsə öyrənməyə çalışın. Lazım olsa müəllimi dəqiqədə bezdirin suallarınızla. Çox möhtəşəmdir həqiqətən. Heç bezdirməyə ehtiyac qalmayacaq. Müəllim özü sizi məhv eləyəcək o öyrənmək üçün.